Salam. Güvən nəşriyyatının 12 oktyabr 2025-ci ildə təşkil elədiyi sınaq imtahanında istifadə edilən coğrafiya sualları 11-ci sinif. Yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edək. Bilirik ki, yer kürəsində çəkilə bilən ən böyük çevrə, ən uzun çevrə ekvatordur. Və bizə ekvatora aid uyğun cavabı istəyir. Uzunluğu 4076 kilometrdir. Qarşısına yanlış verildiyinə görə A variantı səhvdir. Bütün meridianlara kəsişir şərti isə doğrudur. Deməli, B variantı bizə lazım olan variantdır. Şərq və qərb yarımkürəsinin sərhədini təşkil edir. Bu 0-cı və 180 dərəcəli meridiana aiddir. 1 dərəcəli qövsün uzunluğu 111,3 kilometrdir. Bu doğru cavabdır, ancaq qarşısında yanlış yazılıb. Yeri şimal və cənub yarımkürələrinə ayırır şərti doğru şərtdir, ancaq qarşısında yanlış yazıldığına görə götürə bilmirik. Cavab B variantı. 18 saat kuşağının orta meridianı. Bilirik ki, əgər hər hansı saat kuşağının orta meridianı soruşulursa, onun sıra nömrəsini 15-ə vururuq. Əgər saat kuşağı 12-dən böyükdürsə, onu əvvəlcədən 24-dən çıxıb, sonra 15-ə vururuq. 24-dən 18 çıxsaq, 24 çıxılsın 18 bərabərdə 6. 6-nı da 15-ə vursaq eləyəcək 90. Yəni 90 dərəcə qərb uzunluğu. Cavab B variantı. Miqyassız konturlu və xətti şərti işarələrlə uyğun gələn coğrafi obyektləri müvafiq olaraq ardıcıl düzək. A variantında qumluq sahəvidir və ya konturludur. B variantında tək ağac miqyassızdır, çəmənlik konturludur, yel dəyirmanı miqyassızdır. Deməli, B variantda yanlışdır. Taxta körpü miqyassızdır, şoranlıq konturludur, suvarma kanalı isə xəttidir. Deməli, bizə lazım olan cavab C variantıdır. D variantında su quyusu miqyassızdır, avtomobil yolu isə xəttidir. Y variantında uçurum və yarğan miqyassızdır, qırılmış meşə isə konturludur. Sxema əsasında daxili və xarici horizontal arasındakı hündürlük fərqi 30 metrdir. A nöqtəsi mütləq hündürlüyünü tapaq. Daxili və xarici horizontal arasında hündürlük fərqi 30 metrdirsə və arada 3 dənə kəsmə yüksəkliyi varsa, deməli kəsmə yüksəkliyimiz 10 metrdir. 30-u 3-ə böldük, elədi 10 metr. Və A məntəqəsi 400 metr hündürlüyə malik olan horizontaldan 2 horizontal hündürdədirsə, belə çıxır ki, A məntəqəsinin hündürlüyü 420 metrdir. Cavab D variantı. 40 dərəcə şimal enliyi hansı materiklərlə kəsişir? 40 dərəcə şimal enliyi Şimali Amerika və Avrasiya materiklərlə kəsişir. Belə çıxır ki, burada cavab D variantıdır. İcmal xəritələri müəyyən edək. İcmal xəritələr miqyası 1/1 milyondan kiçik olan xəritələrə deyilir. Deməli, bizə burada 3, 5 və 6-cı miqyaslar lazımdır. Cavab B variantı. Doğru fikir müəyyən edək. Alt mantarda temperaturun yüksək olmasına baxmayaraq, maddələrin böyük təzyiq altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Bu şərt doğru şərtdir. B variantına baxaq. Ant dağları və Perunovu, Sakit Okean və Nazca tasvir tavalarının divergent yox, konvergent sərhədində yayılmışdır. Bütün böyük tasvir tavaları həm materik, həm də okean yer qabına malikdir şərti Sakit Okean üçün aid deyil. Sakit Okean da böyük tasvir tavasına malikdir və tamamilə okean tipli yer qabına malikdir. Yer qabığı ilə üst mantar arasında sərhəd Konrad yox, Moxo sərhəddə olmalıydı. Tasvir tavalarının hərəkət nəticəsində Sakit Okean sahəsi tədricən artmır, azalır. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edək. Konturlu şərti işarələr, xətti şərti işarələr. Bunların ortaq xüsusiyyətini axtarırıq. Obyektin sahəsini təyin etmək olduğu yalnızca konturluya aiddir. Xəritənin tərtibində istifadə olunurlar şərti isə hər ikisi üçün uyğundur. Yalnız obyektlərin uzunluğunu təyin etmək mümkündür, xətti şərti işarələrə aiddir. Yalnız planın tərtibində istifadə olunur şərti yanlışdır, xəritələrdən də istifadə olunur. Bataqlı və şoranlıqlar isə yalnızca konturlu şərti işarələr üçündür. Cavab B variantı. Səyyah 270 dərəcəli azimutla, yəni qərbə doğru 15 km getdi. Sonra cənuba doğru yenə 15 km getdi. O, başlanğıc məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətlə? Azimut olacaq 45, istiqamət olacaq şimal-şərq. Yəni 45 və şimal-şərq cavab Y variantı. Xəritə sxemi əsasında zəlzələ baş vermə ehtimalı daha az olan ərazilər. Bilirik ki, bu ərazilər litosfer tavalarının
konvergent və ya divergent hissələrindən aralıda olmalıdır. Biz bura 5 rəqəmi ilə Avstraliyanı, 2 rəqəmi ilə Braziliya yaylasını aid edə bilərik. 1 rəqəmi Ant-Kordilyerdə, 4 rəqəmi Alp-Himalayda, 3 rəqəmi Şərqi Sakit Okean odlu qövsündə yerləşir. Cavab B variantı. Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi 35 dərəcə qərb uzunluğu, qərb nöqtəsi isə 81 dərəcə qərb uzunluğu yerləşir. Bu iki nöqtə arasında yerli vaxt fərqini müəyyən edək. 35 dərəcə və 81 dərəcə qərb uzunluqları arasında 46 dərəcə coğrafi uzunluq fərqi var. Və biz bilirik ki, dərəcəni saata çevirmək üçün 15-ə bölərik, qalığı 4-ə vurarıq. 46-nı bölürük 15-ə 3 dəfə, yəni 3 saat, 45, 1 qalıq. 1 dərəcəmiz də 4 dəqiqədir, 1-i vururuq 4 elədi 4. Yəni 3 saat 4 dəqiqə. Cavabımız A variantı. Hansı kartografik təsvirdə miqyas daha böyük olar? Miqyası daha böyük olan xəritələr daha kiçik əraziləri təsvir edən xəritələrdir. Qarabağ İqtisadi Rayonunun ekoloji xəritəsi, Şimali Amerika materikinin fiziki xəritəsi, Türkiyə Respublikasının iqlim xəritəsi, Quba Xaçmaz İqtisadi Rayonunun topoqrafik xəritəsi və Laçın şəhərinin planı. Nəzərə alsaq ki, burada Laçın şəhəri ən kiçik ərazidir. Hekla vulkanı Fudziyama vulkanından fərqli xüsusiyyətini müəyyən edək. Hekla vulkanı İslandiyada divergent zonadadır, Fudziyama isə Yaponiyada konvergent zonadadır. A variantı. Litosfer tavalarının divergent sərhədində yerləşməsi. Hər ikisi fəaliyyətdədir, hər ikisi şimal yarımkürəsindədir, hər ikisi adada yerləşir, heç biri sönmüş vulkan deyil. Meridian çevrəsi ilə Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu arasında fərqi tapaq. Bilirik ki, meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir. Bakı şəhəri isə 40 dərəcəli paraleldə yerləşir və bu paraleldə 1 dərəcəli qövsün uzunluğu 85.4 kilometrdir. Bu 85.4-ü 360-a vursaq, cavabımız 30.744 alınır. Bunların arasındakı fərq 9265 kilometrdir. Yəni cavab E variantı. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətləri müəyyən edək. Görürük ki, burada Günəş cənub tropikində zəngdədir. Cənub qütbündə qütb gündüzü, şimal qütbündə qütb gecəsidir. Deməli, bu tarix 22 dekabrdır. Avstraliya materikində yay fəsli başlayır şərti doğrudur. Günəş ekvator üzərində zenitdədir şərti yanlışdır. Cənub qütb dairəsində qütb gündüzüdür şərti doğrudur. Yaz gecə gündüz bərabərlik günüdür yanlışdır. 23 sentyabr tarixidir yanlışdır. 1-3 cavab E variantı. 80 dərəcəli paralel üzrə yerin öz oxa tərəfindən fırlanma sürəti 291 km/saat olarsa, bu paralelin 1 dərəcə qövsün uzunluğunu hesablayaq. Bilirik ki, 1 saat 15 dərəcədən ibarətdir və 1 saatı 291 km sürətlə fırlanırsa, deməli 1 dərəcə qövsü uzunluğu tapmaq üçün 291-i 15-ə bölməyimiz kifayətdir. Cavabımız 19,4 eləyəcək B variantı. Mezozoy və Kaynozoy eralarının oxşar əlaməti. 4-cü dövr buzlaşması Kaynozoyda baş vermişdir. Pangeya, Lavrasiya və Gondwana qurularının parçalanması bu Paleozoya aiddir. 3 geoloji dövrünə ayrılması isə həm Mezozoy, həm də Kaynozoya aiddir. Mezozoyda Trias Juratabaşı, Kaynozoyda Paleogen, Neogen, Antropogen. Cavab C variantı. Kriptozoy eonuna aiddir şərti yanlışdır. Fanerozoya aidlər. Kaledon qırışıqlığı baş vermişdir. Bu da Paleozoyda olmuşdur. Bakıdan cənub istiqamətdə hərəkətə başlayan səyyahın çatdığı A məntəqəsi ilə cənub tropik xətti arasındakı ən qısa məsafə 4828 kilometrdir. A məntəqəsinin coğrafi koordinatları müəyyən edək. Əgər Bakıda 40 dərəcə şimal və 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün Bakıdan cənuba doğru gəlirsə, deməli bu məntəqənin coğrafi uzunluğu konkret olaraq 50 dərəcə şərq uzunluğudur. Deməli bizə ya C variantı ya da D variantı lazımdır. A variantı, Y variantı və B variantını eləmək olar. Deməli 50 dərəcə şərq uzunluğu və 40 dərəcə şimal enliyi Bakının koordinatlarıdır. B-ni də eləmişdik. Cənuba doğru hərəkət eləyən
səyyahla cənub tropik xətti arasında 4828,5 km məsafə var. Cənuba doğru hərəkət edir, çatır hər hansı məntəqəyə və cənub tropiki ilə 4828,5 km məsafə demək 4828,5-i 111-ə bölmək deməkdir. Yəni aradakı dərəcə fərqini tapmaq üçün məsafə fərqini 1 dərəcəli meridian qaşının uzunluğuna bölürük. Cavabımız 43,5 dərəcə olacaq. Və cənub tropiki də 23,5 dərəcə cənub enində olduğuna görə 23,5 dərəcə cənub enindən 43,5 dərəcə cənuba gəlsək, çəkirik belə, 23,5-dən cənuba doğru 43,5 dərəcə gəlsək, çatarıq 67 dərəcə cənub eni. Verilən variantlarda da bu yoxdur. Deməli, şimala gedəcəyik. 23,5-dən 43,5 dərəcə şimala getmək 20 dərəcə şimal eninə çatmaq deməkdir. Yəni cavabımız 20 dərəcə şimal eni və 50 dərəcə şərq uzunluğu. Cavab D variantı. Mətndə bəhsi keçən işğalma qurşağı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edək. A işğalma qurşağı Afrika materikinin ən böyük hissəsini əhatə edir. Ehtimal ki, bu tropik işğalma qurşağı ola bilər. Çünki tropik xəttlər Afrikanı şimaldan və cənubdan kəsir. Şimalda və cənubda kiçik bir ərazini əhatə edir, amma böyük hissəni tropik işğalma qurşağı əhatə edir. Yalnız bir materikdə mövcud deyil, bəli, Avstraliya materikində, Avrasiya materikində, Şimali və Cənubi Amerika materiklərində də tropik işğalma qurşağı var. Burada gecə ilə gündüzün adi növbələşməsi pozulmur. Gecə ilə gündüzün adi növbələşməsi qütb işğalma qurşaqlarına aiddir. A variantına baxırıq. Günəş zenitdə olur şərti tropik işğalma qurşağına aiddir, amma burada yanlış verildiyinə görə A bəndən götürmürük. Azərbaycan bu işğalma qurşağında yerləşir şərti doğru verilməsi yanlışdır, çünki tropik işğalma qurşağında Azərbaycan yoxdur. Şimali Amerika materikinin mövcud deyil şərti yanlışdır, çünki bayaq dediyimiz kimi Şimali Amerika materikində də tropik işğalma qurşağı var. Şimal tropik xəttinin onun şimal sərhədini təşkil edir şərti doğru bir fikirdir, amma qarşısında yanlış verilib. Bu da yanlışdır. Ekvator xətti bu qurşağın tən ortasından keçir şərti doğrudur və qarşısından doğru yazılıb. Cavab Y variantı. Hansı miqyaslı xəritədə kartografik generalizasiya daha böyük olar? Bilirik ki, kartografik generalizasiya ən kiçik miqyaslı xəritədə ən böyük olur. Burada da ən kiçik miqyaslı xəritə 1/60 milyondan verilən C variantındadır. 22 iyunda 22 dekabrdan fərqli olaraq 22 iyunda bilirik ki, Günəş şimal tropikindədir, 22 dekabr isə cənub tropikindədir. Şimal və cənub yarımkürələri bərabər işıqlanır şərti heç birinə aid deyil. Cənub yarımkürəsində qış fəsli başlayır şərti doğrudur. 22 iyunda cənubda qış başlayır, şimalda isə yay başlayır. Bakıda ən uzun gecə müşahidə olunur. 22 iyunda bu ən uzun gündüz deməkdir. Günəş tropik xətti üzərində zenitdə olur. Hər iki tarixdə tropik üzərində zenitdə ola bilər Günəş. Bakı şəhəri günəş şüalarının günorta vaxtı 50 dərəcə bucaqlarına düşür şərti isə yanlışdır. 22 iyunda Bakı şəhərinin günəş şüaları 73,5 dərəcə ilə düşür. Doğru olmayan fikri müəyyən edək. Bütün geoloji vaxt vahidləri baş verən geoloji proseslərlə və canlı aləmin inkişafına görə bir-birindən fərqlənir. Şərti doğrudur. Geoxronoloji cədvəl bu eralarda baş verən hadisələrə görə bölünür. Bərabər aralıqlı kartografik proyeksiyalarda məsafə düzgün verilir, digər tərəflər isə saxlanılır. Bu da doğrudur. Yer kürəsi yaranarkən ağır maddələr mərkəzdə yığılmış və nüvəni əmələ gətirilmiş şərti də doğrudur. Azərbaycanın hər nöqtəsində qütb ulduzu Polaris 40 dərəcə bucaqda görünür şərti isə yanlışdır. Çünki bildiyimiz qədər Azərbaycan təxminən 38-41 dərəcə şimal enlikləri arasında yerləşir və hansı coğrafi enlikdən qütb ulduzuna baxırıqsa, deməli biz onu o bucaqlarda görürük. Deməli Bakıda, Azərbaycanda qütb ulduzu 38 dərəcədən 41 dərəcəyə qədər aralıqda görünə bilər. Deməli D variantı bizə lazım olan variantdır. Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa kölgə olur. Şərti də doğru şərtdir. Çünki Günəş nə qədər iti bucaqdan düşərsə, o qədər kölgənin uzunluğu çox olur. Metamorfik süxurları müəyyən edək. Metamorfik süxurlar bir süxurdan başqa süxurun yüksək təzyiq və temperatur şəraitində uzun müddət ərzində çevrilməsi zamanı əmələ gələnlərdir. Gips çökmə süxurdur.
metamorfik deyil. Qneys qranitdən əmələ gələn metamorfik suxurdur. Yanar şist çökmə suxurdur. Mərmər əhəngdən əmələ gələn metamorfik suxurdur. Kvarsit qum daşından əmələ gələn metamorfik suxurdur. Bazalt isə maqmatikdir. 2, 4, 5. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələr. Bilirik ki, hər hansı məntəqəyə minimum düşmə bucağı bu məntəqə ilə eyni yarımkürədə olmayan tropikdən hesablanır. Yəni, əgər 58 dərəcə cənub enindən danışırıqsa, deməli 23,5 dərəcə şimal enindən hesablama aparmalıyıq. Birinci şərtə baxaq. 58 üstə gələk 23,5 bərabərdir 81,5. 90-dan da 81,5 çıxanda qalır 8,5. Deməli, birinci sırada verilən minimum düşmə bucağı düzgün verilib. Onu götürürük. Eyni hesablamanı digər enliklər üçün də apara bilərik və cavabların ikinci sətir üçün 62,5 olduğunu taparıq. Üçüncü sətirdə 49,5 olacaq. Deməli, üçüncü sətir yanlışdır. Dördüncü sətirdə 23,5 olduğunu taparıq. Deməli, dördüncü sətirdə yanlışdır. Beşinci sətirdə 40,5 olduğunu taparıq. Deməli, beşinci sətirdə yanlışdır. Ancaq altıncı sətirdə cavab 5,5 olur. Yəni, altıncı sətir doğrudur. 1, 2, 6. Xəritə sxemə əsasən kəsmə yüksəlini hesablayaq. Baxırıq ki, burada bir 135 metrlik, bir də 105 metrlik horizontal var. Və onların arasında 2 dənə kəsmə yüksəkliyi var. 135-dən 105 çıxsaq eləcək 30 metr. 2 dənə kəsmə yüksəkliyini bölsək, hərəsi olacaq 15 metr. Kəsmə yüksəkliyi 15 metr. Sxemə əsasən A və B məntəqələri arasındakı ən qısa məsafə miqyası 220 kilometr. Bilirik ki, 5 dənə 0 silsək, alınan rəqəm kilometr olacaq. 220 kilometr olan xəritədə 4 santimetrdir. Xəritədə neçə kilometr təhrif olduğunu hesablayaq. Təhrif hesabı miqyasa və dərəcə toruna görə alınan nəticələrin fərqidir. Yəni, 220 kilometri 4-ə vursaq eləcək 880 kilometr. Və A və B məntəqələri 40 dərəcəli paraleldə yerləşir və aralarında 10 dərəcə coğrafi uzunluq fərqi var. 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 kilometrdir. 10 dərəcəyə vursaq 854 kilometr eləyəcək. İkinci rəqəmimiz 854. Arada 26 kilometr təhrif fərqi var. Uyğunluğu müəyyən edək. Kriptozoy və fanerozoy eonları üçün aydınlıq xüsusiyyətləri. Kimyeri qırışıqlığı baş verib. Kimyeri qırışıqlığı mezozoyda baş verib və o fanerozoydadır. 2-yə A. Arxe və proterozoy eraları əhatə edir. O da kriptozoya aiddir. 1-ə B. Gizli həyat sayılır. Kriptozoy 1-ə C. Perm və Ordovik dövrləri aiddir. Paleozoy erasında olan Perm və Ordovik dövrləri fanerozoya aiddir. 2-yə D. Və Lavraziya və Gondwana parçalanaraq müasir materiklərə əmələ gəlməsi, o da mezozoyda baş verib. Mezozoy da fanerozoydadır. 2-yə həm də Y. Oğlaqda yerləşən K məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 26,5 dərəcə olur. K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 100 dəqiqə irəlidədir. Məntəqənin yerləşdiyi materikin sahillərini 4 okyanus suları yuyur. Materikin sahillərinin 4 okyanus suyu yuyursa, deməli bu Avrasiya materikidir. Və K məntəqəsinin günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5-dir. Həmin gün 40 dərəcə şimal enliyində 26,5-dir. 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının 26,5 dərəcə bucaqlıqda düşməsi günəşin cənub tropikində zenitdə olması deməkdir. Yəni 90-dan 26,5 çıxsaq eləyəcək 63,5.
40 derece şimal enindən 63,5 derece cənuba getmək 23,5 derece cənub enində olmaq deməkdir. Yəni söhbət 22 dekabrdan gedir. K məntəqəsinin coğrafi koordinatlarını hesablayaq. İndi Günəş cənub tropikindədir və şimalda yerləşən ovalığa 6,5 derece ilə düşürsə hesablayaq. Günəş 23,5 derece cənub enində zenitdədir. Ovalığın coğrafi enliyini bilmirik, amma bilirik ki, ora Günəş şüaları 6,5 derece ilə düşür. Zenit bucağından düşmə bucağına çıxıb aradakı coğrafi enlilik fərqini tapmaq olar. Yəni 90'dan 6,5 çıxsaq eləyəcək 83,5. 23,5 dereceden 83,5 derece şimala getmək 60 derece şimal eninə çatmaq deməkdir. Və Bakı şəhərindən 100 dəqiqə irəli olması 25 derece Bakıdan daha şərqdə olması deməkdir. Yəni məntəqənin coğrafi enliyini 60 derece tapmışdıq. Coğrafi uzunluğu isə olacaq 75 derece şərq uzunluğu. K məntəqəsinin yerləşdiyi materiki bayaq demişdik Avrasiya və bu materikin yerləşdiyi yarımkürələri. Avrasiyanı Greenwich xətti kəsdiyinə və ekvator kəsmədiyinə görə şimal, şərq və qərb yarımkürələrində yerləşir. K məntəqəsi ilə London şəhəri arasında yerli vaxt fərqini və bu məntəqəyə Günəş şüalarının maksimum düşmə bucağını hesablayaq. Əgər K məntəqəsi Bakıdan 100 dəqiqə irəlidədirsə, yəni 75 derece şərqdədirsə, Londonda Greenwich'də yerləşirsə, 75 derece şərq uzunluğu ilə Greenwich arasında 5 saat yerli vaxt fərqi var. Bu məntəqəyə Günəş olan maksimum düşmə bucağını tapmaq üçün isə, əgər bu məntəqə 60 derece şimal enindədirsə, 60 derece şimal enindən maksimum düşmə bucağı 23,5 derece şimal enindən hesablanır. İki məntəqənin birində Günəş zenitdə olarsa, digərində Günəş şüalarının düşmə bucağı soruşularsa, aradakı coğrafi enlik fərqi 90'dan çıxılır. 60'dan 23,5 çıxsaq eləyəcək 36,5. 90'dan da 36,5 çıxsaq eləyəcək 53,5 derece. Hər kəsə uğurlar.